Hər kəsə salamlar. Bu günləri istədik hər ağızdan bir avaz çıxır. Asıllıq mövzusundan danışaq. Amma hər ağızdan bir avaz çıxır dediyim kimi ona görə də istədik işin mütəxəssisini dəvət eləyək, bir də o danışsın. Bu günləri qonağımız Ramin müəllimdir. Özü narkoloji dispanserin psixoloqudur. Düzdürmü? İstəyirsiniz sözünüz davam eləyin, təqdim eləyin. Təşəkkür edirəm Ramil, minnətdaram dəvətə görə. Əlbəttə hal-hazırda cəmiyyətimizdə ən aktual mövzulardan biri kimi görsənir asıllıq məsələsi. Amma asıllıq problemi o qədər geniş və rəngarəng bir problemdir ki, o qədər də ağır bir problemdir ki, mütləq ki, mütəxəssis gözü ilə baxmaq məcburiyyətindəyik. Vətəndaşlarımıza düzgün dəstək olmaq üçün, cəmiyyətimiz üçün faydalı olmaq bizim üçün çox vacibdir. Bir vətəndaş kimi, bir psixoloq kimi, bir mütəxəssis kimi. Bəli, Ramin Allah verdiyi psixoloqam. 18-17 ildir ki, asıllıq problemini araşdırıram. İnşallah ki, bu gün də verdiyimiz məlumatlarla cəmiyyətimiz üçün müəyyən bir formada faydalı olur. Ramin müəllim həm Ramilə, həm də mənə dərs deyir və hər ikimizin də müəllimidir, bunu qeyd eləyək. O zaman mən vaxtı çox almadan sizdən bir sualıma keçim. Biz deməli bu yaxınlarda araşdırma eləyərkən bu mövzuda belə bir məsələ ilə üzləşdik. Asıllığı insanların bir çox əslində alkoqolik, narkomaniya, yəni bu limitlərdə görür, amma ekran asıllığı məsələn ya bir çox asıllığın bir çox oyunlardan bəri internet və s. bir çox asıllıq növləri var imiş. Bu mövzu ilə bağlı araşdırmaların içində bir dənəsi var ki, çox maraqlı idi, qəribə gəldi mənə. Orada sosial faktorlar həmişə danışılır. Məsələn, müalicə olmuş insanın artıq cəmiyyətə geri qaytarılarkən cəmiyyətin ona münasibəti üzərindən. Amma orada əslində nəinki sonrasında, hətta bir öncəsində də bu asıllığı tetikləyən sosial faktorlar məsələsi var. Bu deməli 2 dənə siçan, daha doğrusu bir siçanı qəfəsə salırlar və 2 dənə su borusu elə bil qoyurlar ora və suların birindən adi, digərindən eroin qatqılı su gəlir və baxırlar ki, siçan zamanla eroinli suyu daha çox tükətməyə meylli olur. İndi adını unutdum onun, amma yəqin ki, qeyd eləyərəm aşağı videonun altına. Bir başqa alim deyir ki, biz təcrübəni biraz dəyişək görək nə baş verir və götürür. Doktor Aleksandr. Aha, qəfəsi dəyişməyə. Qəfəsi dəyişir, o zaman bilirsiniz, bunu izah edərsin deyim. Qəfəsi biraz daha onların sosiallığı üçün, daha öz təbiətlərinə uyğun şəkildə quraşdırır və bu dəfə yenidən eroinli suyu və adi suyu qoyanda artıq siçanların eroinlini seçmədiyini müşahidə edir və bu sosial faktorların, kənar faktorların önəminə vurğu çəkir. Bu istəyib bir də sizin dilinizdən. Əlbəttə, ilk öncə qeyd elədiyin eksperiment aparılıb keçən əsrin 70-75-ci illərində. Ona görə asıllıq prosesində ən çox belə deyim, diqqət göstərdiyimiz eksperimentlərdən biridir ki, orada əsas fərziyyə belə qurulub ki, yəni biz asılı olaraq, cinayətkar olaraq ya da bir mükəmməl şəxsiyyət kimi doğulmuruq. Bizi bu formada təkmilləşdirən, bir növü yetişdirən və yaxud müəyyən bir mənfi və müsbət xüsusiyyətlərlə zənginləşdirən cəmiyyətdir, sosial faktorlardır, ailədir. Ona görə orada da qeyd eləyir ki, yəni insanlar daha çox travmaları ilə zəngin olduqları müddətdə, daha çox sosial faktorlarda müəyyən bir limitlər yaşadıqları müddətdə əmək fəaliyyəti, təhsil, təlim və s. problemlər müəyyən bir formada asıllıq prosesini tezləşdirir və formalaşdırır. Burada bir məsələ var ki, biz mövzuya başlamışıq, amma mövzuda əsas bizim üçün vacib olan asıllıq nədir, ona toxunmamışıq. Bu cəmiyyətimiz üçün çox vacibdir. Çünki bu məsələnin coğrafiyaya görə mənalandırması fərqlidir. Kriterləri? Bəli, fərqlidir. Hər coğrafiyanın özünə xas bir mənalandırma, belə deyim, forması var. Bizim coğrafiyada əsas biz asıllığı iradəsizlik kimi dəyərləndiririk, gücsüzlük kimi dəyərləndiririk. Bəli. Cinayət davranış kimi, etik dəyişim, əxlaqi uğursuzluq və s. kimi ki, burada da biz baxsaq, bu qeyd elədiyim, sadaladıqlarım məsələlərdə əsas ön planda günahlandırma mühakimədir. Günahlandırılan, mühakimə olunan insan heç vaxt müalicəyə düzgün cavab verə bilməz. Çünki burada müəyyən bir formada qarşı tərəfdən dırnaqarası yanaşma mövcuddur. Ona görə də inkişaf etmiş ölkələrdə bu mövzuda, bu məsələdə inkişaf etmiş ölkələrdə əsas asılılıq beynimizin neyrokimyəvi pozuntusu nəticəsində yaranan bir xroniki xəstəlik kimi dəyərləndirilir.
Əlbəttə, burada xroniki sözünün altından mütləq ki, bir xətt çəkirik. Bunu mən təlimlərdə də deyirəm, efirlərdə də deyirəm ki, xroniki xəstəliklərdə biz sağalma prosesin müşahidə edə bilmirik. Yəni, burada saxlama prosesindən danışırıq ki, bu da remissiyadır. Yəni, istənilən bir xroniki xəstəliyə baxsaq, şəkər xəstəliyi ola bilər, digər infeksiyon xəstəliklər ola bilər, müəyyən bir onkoloji xəstəliklər, psixiatrik pozuntular ola bilər, şizofreniya, borderline, bipolyar, antisosial şəxsiyyət pozuntusu ki, burada müəyyən bir formada dərman terapiyası, psixoterapiya paralel gedir, şəxsdə simptomlar sıfıra enir, amma ömrünün axırına qədər bu proses arxa fonda davam edir. İstənilən bir tetikləyicidən bu özünü göstərə bilər. Ona görə bizdə mütləq ki, asılılığa bir düzgün məna yükləməliyik ki, asıllıq xroniki bir beyin xəstəliyidir. Şəxs maddə və yaxud digər davranış asıllıqlardan əziyyət çəkirsə, müalicə ala bilər, ömrünün axırına qədər o davranışa yenidən qayıda bilməz, qayıtmaya bilər. Amma o demək deyil ki, sağalıbdır. Çünki beyin o qədər yüksək səviyyədə həzlə tanış olub ki, artıq beynin də bir funksiyası var. Beyin proqramlaşdırır. Ən sonuncu dopamin ifrazını proqramlaşdırır. O ki, qaldı növlərinə gəldikdə, Ramil, sən qeyd elədiyin kimi, bizim cəmiyyətdə əsas asıllıq deyəndə narkomaniya nəzərdə tutulur. Asıllıq deyəndə alkoqolizm nəzərdə tutulur, toksikomaniya nəzərdə tutulur. Amma asıllığın biz bilirik ki, iki növü var. Biri növü davranış asıllıqlarıdır, ikinci növü psixoaktiv maddə asıllıqlarıdır ki, davranış asıllıqları İnternet asıllığı olsun, texnologiya, uşaqlarla bağlı oyun asıllığı, böyüklərdə də var bu müəyyən bir oyundan asıllıq və gambling asıllığı var, qumar asıllığı hal-hazırda çox rastlaşdığımız bir məsələlərdən biridir. Ciddi şəkildə həm şəxsin fərdi olaraq problemlərin belə deyim, tərənnüm eləyir, həm də ailə problemləri ortaya çıxardır, maddi sıxıntılar ortaya çıxardır. 2013-cü ildən DSM 5-də hətta bir maddə də əlavə olunub, məsələn, kafein asılılığı. Mən dünən açdım, baxdım təkrar o DSM-in üzərindən keçdim, kafein asılılığı. Yəni, bir var kafeinin yoxluğundan əziyyət çəkmək, olmayanda o təşviş, narahatçılığın artması. Bir də var ki, kafeini qəbul etdikdə orada artıq titrəmədir, tərləmədir, ürək bulantısının yaranmasıdır. Yəni, iki formada təzahür edir kafein asılılığı da. Kafein asılılığı belədir ki, bu əslində davranış asıllıqları üçün də keçərlidir. Məsələn, alkoqol üçün də keçərlidir. Narkotik maddə istifadəçisi və digər alkoqol, kafein asıllısı, digər davranış asıllıqları arasında biz müalicənin effektivliyinə baxsaq ya da çətinlik və asanlıq baxımından dəyərləndirsək, məsələn, kafein asıllığının müalicəsi daha çətindir. Nəinki narkotik maddə istifadəçisi ilə psixoterapiyanın aparılması. Çünki burada beynin müəyyən bir formada o davranışı və maddəni hansı formada, tənqidi formada qəbul edir, yoxsa qəbul eləmir. Tənqidi yanaşır, yoxsa yanaşmır. Məsələn, düşünür ki, kafein, kofedir, legaldır, istədiyim vaxt dayandıraram, istədiyim vaxt istifadə edir. Amma bir müddətdən sonra dayandırandan sonra ürək damar sistemində ciddi problemlər ortaya çıxır. Qan dövranı sürətlənir, ürək döyüntüləri artır, müəyyən bir formada aqressiya, şəxsiyyətlər arası münasibətlərdə ciddi problem, bir növü maddədə absident sindromudur, şiddətli ağrı fonunda baş verən prosesdir. Kafein asıllığı olsun, qumar asıllığı olsun, digər asıllıqlarda da hərəsinin özünə xas bir simptomatik dəyişiklikləri var ki, bu da ciddi şəkildə şəxsin sosial, psixoloji və fizioloji sferada həyatına təsir edir. Əslində, asıllıq nədir? Asıllıq müəyyən bir davranışa və maddəyə qarşı kontrolun itirilməsidir. Hətta biraz da dərindən yanaşsaq hadisələrə, gedişata, asıllıq şəxsin öz həyatında tapmadığı hər hansısa bir hissin maddədə tapmasıdır. Məsələn, bir şəxsə sual meydana çıxır ki, bir şəxs niyə maddə istifadə edəndə cəsarətli olur? Niyə maddə istifadə edəndə özünü güclü sayır? Niyə maddə istifadə edəndə ona elə gəlir ki, yəni bütün problemlər həll olunub. Ona görə bizim üçün vacib olan məsələlərdən biri verə biləcəyimiz sual odur ki, bu insanda nə çatmır ki, onu kompensasiya edir. Əlbəttə, bu dəqiqə hal-hazırda Azərbaycanda istər hüquq mühafizə orqanları, istər Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, digər dövlət qurumları maddə asıllığı ilə bağlı çox şaxəli
bir intensiv fəaliyyətdədir. Layihələr həyata keçirilir, maarifləndirici işlər görürük, orta məktəblərdə, liseylərdə, digər dövlət müəssisələrində. Bu əsas olaraq bizim işimizin mahiyyətini təşkil edir. Amma biz psixoloqları ya da pedaqoqları, valideynləri maraqlandıran məsələlərdən də biri odur ki, əlbəttə, yəqin ki, birazdan biz təhsil müəssisələrində maddi asılılığı ilə bağlı aparılan profilaktik məsələlərə toxuna bilərik. Əsas bizim üçün vacib olan odur ki, biz hansı addımlar atmalıyıq ki, asılı şəxslər yetişməsin cəmiyyət üçün. Əlbəttə, səbəbini araşdırmalıyıq ki, gələcək nəsillər üçün, gələcək dövrlər üçün müəyyən bir formada proqramlar ortaya qoyaq ki, insanlar asılılığa daha az meyil eləsinlər. Öncəsi üçün o sosial faktorları dedik, amma bir də az öncə dediniz, o insanlar potensial olaraq həmişə o hərəkətə geri dönə bilər. Amma bu biraz mənə kənardan ziddiyyətli görünür. Nə ilə? O şeylə ki, eyni zamanda biz onun müalicəsində həm yer almalıyıq. Necə ki, onu məsəl üçün dəstəkləmək, onu bu belə deyək də xəstəliyə düçar olduğu üçün qınamamaq və s. və s. Amma eyni zamanda bunu bilən insan ki, bu potensial olaraq deyək ki, hər an mənim məsələn qızılımı oğurlaya bilər, hər an nəsə bir şey edib o davranışı geri dönə bilər. Bu iki ziddiyyətli düşüncəni bir arada onun deyək ki, ailəsi, onun sosial mühiti, o insana qarşı o münasibəti necə göstərə bilər ki, o müalicədən sonra artıq onu həqiqətən də sağlam bir fərd olaraq cəmiyyətə belə deyək, inteqrasiya eləmiş olar. Çünki ailələri tərəfindən rədd edilən insanlar da var buna görə. Evliliyi dağılır, ailəsi rədd edir onu və qəbul etmir sırf maddi asılılığına görə. Yanında olub dəstək olmaqdansa, onların da yəni psixomaarifləndirməyə ehtiyacı var belə olanlarda. Əlbəttə, biz zaten protokola uyğun olaraq bu prosesdə iştirak eləyəndə, məsəl üçün, şəxs narkotik maddə istifadə eləyibsə, birinci bu narkotik maddənin növü, qəbul vasitəsi, miqdarı, müddəti, bütün faktorlar nəzərə alınaraq həkim-narkoloq tərəfindən müalicə başlanılmalıdır. Biz əlbəttə birbaşa psixoterapiya keçə bilmərik. Şiddətli ağrı olan orqanizmdə hansı psixoterapiyadan danışmaq olar ki? Ən azı biz dişimiz ağrıyanda belə, hər hansısa bir nahiyəmizdə problem olanda və ya psixoloji narahat olduğumuz müddətdə ən sevdiyimiz müəllimin dərsində belə oturmağa çətinlik çəkirik, ən sevdiyimiz filmə baxmaqda çətinlik çəkirik. Çünki diqqətimizi müəyyən bir cisimə, əşyaya, hadisəyə fokuslaya bilmirik. Birinci dərman terapiyasıdır, ikinci psixoterapiyadır. Psixoterapiyada siz qeyd elədiyiniz daxili və xarici tetikləyicilər anlayışları var ki, daxili tetikləyicilər şəxsin anidən maddəyə qarşı şəxsdə istəyin yaradılmasıdır. Şiddətli bir istək gəlir, psixoloji istək gəlir və artıq beyin müəyyən bir fikrin çürüdülməsi prosesinə keçir və bir dəfə ilə heç nə olmaz, mütləq ki, bir dənə tapıb istifadə eləməliyəm, bir dəfə eləyim dayanacam və s. Əlbəttə, illüziya düşüncələrdir bunlar, aldadıcı düşüncələrdir. Onunla paralel biz xarici tetikləyicilər işləyirik. Xarici tetikləyicilərin sırasına siz qeyd elədiyiniz kimi birinci sırada ailə faktorudur. Hardan gəldin, kimdən oturdun, niyə gözün qızarıb, evə niyə gec gəlirsən, yenə əvvəlki kimi davranışlarını davam elətdirsən. Amma halbuki şəxs maddə istifadə eləmir, özü ilə mübarizə aparır. Bu inamsızlıq, bu güvənsizlik, bu mühakimə, bu müqayisə, bu günahlandırma artıq şəxsdə yenidən o mənfi düşüncələrin aktivləşdirilməsinə gətirib çıxardır ki, heç kim mənə inanmır, heç kim mənə güvənmir, bir növü dəyərsizlik kompleksi. Bəli, hissi ortaya çıxır ki, mən dəyərsizəm, mən acizəm və mən mübarizə aparıram. Heç kim görmür bunu, bunu dəyərləndirmir. Çünki asılılıqda bir var asılı şəxs, bir də var həm asılılıq, müştərək asılılıq biz ona deyirik. Yəni nədir? Şəxs narkotikin asılısıdır. Beyin ancaq narkotik axtarmaq üçün müəyyən bir düşüncə istehsal eləyir. Bəli, istehsal eləyir, bəli, ortaya qoyursan. Ancaq onun üçün. Gündə neçə min dənə düşüncə qoyur. Valideynin də ancaq beyninin düşüncəsi o övladı ilə bağlıdır. Şəxs narkotik axtarır, hardan tapım, necə tapım, yalan danışa bilər, müəyyən bir deviant davranış forması ortaya qoya bilər. Çünki müəyyən bir manipulyasiya lazımdır ki, öz istəyinə çatasan. Valideynin də beynində ancaq hara getdi, nə yedi, kimlə oturdu, daha çox şübhəli yanaşmalar. Və bununla da paralel olaraq şübhəli yanaşmalarda evə girdi, yenə gözlərin niyə qızarıb, avtomatik nə oldu? Saniyənin milyonda birində beyin mövcud olduğu o situasiyanı bəli, apardı illər öncəyə. Duyğu, düşüncə, davranış. Zaten biz bunu psixoterapiyalarda mütləq ki, nəzərə alırıq. Duyğu, düşüncə, davranış fonunda saniyənin milyonda birində
acizəm, dəyərsizəm, inamsızlıq, güvənsizlik, davranış maddə istifadəsi. Getdi yenə də maddə istifadə elədi. Ona görə də maddə asıllığının müalicəsində biz mütləq ki, müəyyən bir formada ailə terapiyası prosesini həyata keçirtməliyik. Əlbəttə, Azərbaycanda psixoloqlar asıllıqla işləyən, əlbəttə ümumiləşdirmirəm və günahlandırmıram, çoxluq olaraq o pasientlərdən geri dönüşlər, o feedbackləri nəzərə alaraq qeyd edirəm ki, psixoloqlarda, psixiatrlarda, narkoloqlarda müəyyən bir formada valideynlə birləşib şəxsi dəyişmək istəyir. Yəni bir dairə çəkirlər, özləri kənarda dayanırlar, dairənin də içinə atırlar həmin vətəndaşı, pasiyenti. Narkoloq valideynə qovur, valideyn psixoloq, psixiatra şəxs nə düşünür? Hamı məni dəyişmək istəyir, amma heç kim dəyişmək istəmir. Amma asıllıqda bu heç vaxt effekt vermir. Bu mütləq ki, ya şəxs də çıxmalıdır dairənin kənarına, bilməlidir ki, dairənin kənarındadır, ya da hamı düşməlidir dairənin içinə ki, o hiss eləsin ki, mən dəyişmirəm, anam da məndən dəyişir artıq. Anam əvvəllər mənim üzərimə gəlirdi, ancaq mənə zəng elirdi, görüntünü aç, gözləri niyə qızarıb, şəkil göndər, location göndər, kimlə oturmusan, evə gec gəlmə və s. Amma indi artıq bunu dayandırıbdır. Niyə dayandırıb? Çünki kompleks şəkildə iş gedir. Asıllıq prosesində bizim üçün vacib olan əsas multidisiplinar bir komanda işini təşkil etməkdir. Bu prosesdə, məsəl üçün mən onu həmişə deyirəm, Avropada inkişaf etmiş, Avropa ölkələrində bu dəqiqə sürətlə inkişaf edən bir ixtisas var ki, sosial iş. Maddə asıllığında sosial işçinin əhəmiyyəti danılmazdır. Amma bizdə hələ ki tam formada onu biz o sosial işçini o prosesə daxil eləyə bilmirik. Yəni əlbəttə zamanla bunu da bacaracağıq. Bunları da müəyyən bir formada həyata keçirəcəyik. Bu işdə psixoloqun da öz rolu var, psixoterapevtin də, psixiatr, narkoloq. Biz zaten bilirik ki, maddə asıllığı olmur, davranış asıllığı olsun, komorbid xəstəliklər deyirik. Yanaşı xəstəliklər var. Yanaşı xəstəliklər hansıdır? Məsələn, depressiya. Təşviş pozuntusu, panik atak. Ya şizofreniya, ya bipolyar, borderline, antisosial, çox sadalamaq olar. Biz bu yanaşı xəstəliyi psixiatrla komanda şəklində aradan qaldırmırıqsa, ancaq şəxsi müəyyən bir formada psixoterapiya yönləndirir, amma qulağa səslər yenə də gəlir. Məni izləyirlər, məni öldürəcəklər və yaxud dissosiativ bir pozuntu var, daxilində başqa bir obrazlar yaradır. Deməli, biz burada artıq psixiatri kənara qoyuruqsa, mən psixoloqam, hər şeyi həll eləyəcəm deyiriksə, biz qəti olaraq burada heç bir effekt ala bilmərik. Ya da bir psixiatr düşünür ki, mən bir dərmanla müəyyən bu simptomları aradan qaldıracağam, amma psixoterapevtə ehtiyac yoxdur. Elə bir-iki məsləhət verəcəm ki, istifadə eləmə, ciyərinə zərərlidir, olmaz. Onun üçün başqa dərman yazacağam. Zaten bunu evdə ana da deyir, ata da deyir, doğmaları da deyir, əzizləri də deyir, özü də bilir zaten bu zərərlidir. Amma kontrol əlində saxlaya bilmir. Ona görə də nə lazımdır? Burada həm psixoterapiya, həm medikamentoz müdaxilə, həm müəyyən bir formada ailə işinin təşkili, sosial faktorların diqqət mərkəzində olması, əməl fəaliyyətidir, çox vacibdir. Əməyə yönləndirmə. Əməyə yönləndirmə də bu reabilitasiya prosesində də var. Əmək terapiyası var, art terapiya var. Hər bir reabilitasiya prosesinin öz tələbləri, öz qanunları var. Çünki bizim üçün vacib əsas burada ən son texnologiyalardan, ən son strategiyalardan istifadə etməyimizdir. Mən dünən bir araşdırma edirdim, hətta bu ilə bağlı paylaşım elədim. Genetik əsaslar üzərindən ki, son elmi tədqiqatlar nə deyir asılılıqla bağlı. Demək, bir gen var, tam olaraq adını indi səsləndirə bilməyəcəm. O gen bizim beynimizdə əyləc formasını icra eləyir. Yəni mükafat sistemi saxlayır. Yəni mükafatı aldın kifayət qədər, vəsiyyət dayan artıq. Və yaxud təhlükədir, artıq dayanmalısan. Və asılı olan şəxslərdən tormozlayıcı, bunu daha çox eləyiblər siçanlar üzərində keçirilib bu təcrübə və onlarda bu geni dayandırıblar və görüblər ki, onlar asılılığa daha çox meyil göstərməyə başlayıblar və spirtli içkidir, digər maddələrdir, onları daha çox tükətməyə başlayıblar. Yəni həmin gen əyləc
tormoz vasitəsini icra edir və aradan qalxandan sonra isə asılılıq daha çox ön plana çıxar. İndi araşdırmalar aparılır ki, bəs o gen təkrar bərpa etmək üçün necə bir müalicə metodlarından istifadə edilsin? Asılılıqlarda biz zaten səbəblərə baxsaq, əsas iki faktoru müşahidə edirik. Birinci genetik faktorlardır. İkincisi sonradan qazanılmış müəyyən bir Sosial öyrənmə. Əlbəttə, buna toxunmaq olar. Albert Banduranın sosial öyrənmə nəzəriyyəsinə toxunmaq olar. Zaten çox maraqlı bir nəzəriyyədir. Düşünürəm ki, psixologiyada təşdüş nəzəriyyələrdəndir ki, insan elə bil öz həyatın o nəzəriyyənin ortasında görür. Çünki biz də elə doğulmuşuq, elə böyümüşük, elə boya başa çatmışıq ki, ancaq ətraf aləmdən öyrənmişik müəyyən davranışları. Amma genetik faktorlara biz baxsaq, maddə asılılığı ilə bağlı çox tədqiqatlar aparılıb. Genetik faktorlar buna bağlı. Və genetik asılılıqda belə bir tərifində də belə bir qeyd olunur ki, əgər şəxsin birinci dərəcəli qohumlarından hər hansı ata, ana, qardaş, müəyyən bir formada xroniki xəstəlikdən əziyyət çəkibsə, o şəxsin davamçılarının da xroniki xəstəlikdən əziyyət çəkmə ehtimalı var. Gözlənilən. Bəli, biz buna genetik meyillilik deyirik. Genetik yatqınlıq deyirik. Yəni, şəxsin atası xroniki alkoqolizmdən əziyyət çəkib, o insanda xroniki alkoqolizmdən əziyyət çəkəcək deyə bir qanun yoxdur. Sadəcə olaraq risk qruplarında ehtimal daha çoxdur ki, qarşısına çıxan müəyyən bir tətkikləyicidə bu qəza ola bilər, bu alkoqol qəbul eləmək, bu narkotik maddə istifadəsi, bu müəyyən bir formada, belə deyim, hər hansı ekstremal şəraitdə müəyyən bir fəaliyyət, o insanın alkoqolizmə getmə riski daha çoxdur. Məsələn, şizofreniyadan əziyyət çəkirsə şəxsin atası ya anası, o insanın da şizofreniya düçar olma ehtimalı daha çoxdur, nəinki digər insanlar. Amma burada bir məsələ var ki, məsələn, xroniki xəstəliklər baxımından yanaşsaq, tədqiqatların əksəriyyətində biz sonuc olaraq onu müşahidə eləmirik ki, hə, bu konkret olaraq deyir ki, şəxs xroniki xəstəlikdən əziyyət çəkmirsə, onun övladı da narkotik maddə istifadəçisi olacaq ya da alkoqol. Amma mən bunu belə dəyərləndirirəm ki, öz təcrübələrimə də uyğun olaraq baxıram ki, yəqin siz də mənə haqq verərsiniz ki, bəzən biz bir şəxs, məsələn, narkotik maddədən istifadə eləyirsə, belə bir fikir irəli sürürük ki, atası da narkotik maddə istifadəçisi idi. Ya da alkoqol qəbul eləyirsə, atası da alkoqol qəbul eləyirdi, yəqin ki, xronikidir. Amma burada əsas məsələlərdən biri xroniki dəyərləndirmə prizmasına yanaşmaqdan daha çox ailə strukturuna fokuslanmaq lazımdır ki, zaten maddə asılılığı varsa, istər narkotik, alkoqol və s. o evdə sevgisizlik var, o evdə konflikt var, o evdə diskomfort bir abu-hava var, ünsiyyət defisiti var, aqressiya var, stres var və maddə asıllığına da biz baxsaq, bir ümumi bir tədqiqat aparsaq, ya da statistik dəyərləndirmə aparsaq, maddə asıllarının əksəriyyəti, düzdür, akademik yanaşma faiz prinsipinə çox da, belə deyim, uyğun deyil. Amma burada bir məsələ var ki, maddə asıllıqlarından əziyyət çəkən insanların əksəriyyətinə baxsaq, ya ata var, ana yoxdur, ya ana var, ata yoxdur, ya boşanmalar, ya müəyyən bir formada natamam ailələrdə doğulan insanlardır. Bəli. Çünki o elə bir ata sevgisi və yaxud ana sevgisi və yaxud hər hansısa bir sevgini və yaxud hər hansısa bir tələbatı bir növü kompensasiya edir maddədə. Ona görə biz biraz xroniki prizmadan yanaşmaqdan daha çox ailənin, belə deyim, növüdür, ailənin strukturudur, tərbiyə sisteminin rolu burada var, münasibətlərdir, çox, yəni, sosial öyrənmə nəzəriyyəsini biraz öncə qeyd elədik. Albert Bandura nə deyirdi? Deyirdi ki, uşaq doğulduğu ailədə birbaşa və dolayı yolla model olaraq müşahidə edərək müəyyən bir prototip yaradır, yeni imaj yaradır və davranışı öyrənir. Və hətta biz risk faktorları və qoruyucu faktorlara baxsaq ki, hansı risk faktorları var maddəyə aparan, hansı qoruyucu faktorları var, orada risk faktorlarına baxanda qeyd olunur ki, ailənin və yaxud şəxsin ətrafındakı insanların maddə ilə bağlı pozitiv düşüncəyə sahib olmaz. Yəni, siqaretdə olar. Məsələn, bəlkə də mənə indi dinləyən o biraz yaş kateqoriyası olaraq yuxarı olan insanlar mənə haqq verərlər, dəstək olurlar. Məsələn, 30 il, 40 il bundan öncə mənim yadıma gəlir, deyirlər ki, içki içə bilər də tək siqaret çəkməz.
Yəni burada artıq biz neynədik? Biz müəyyən bir formada uşağa yön göstərdik ki, yəni bu olar, bu olmaz. Ya da siqaret çəkmək adi davranış, valideyn siqaret çəkir, deyir amma siqaret çəkmək olmaz. Mən də onu deyəcəyəm. Zərərlidir. Ata çəkir, deyir ki, oğlum zərərdir, sən Neynədir? çəkməyin. Dolayı Amma özü yol- çəkir. Bəli, dolayı Davranış. yolundan artıq uşağa mesaj verir ki, pis olsa mən çəkməzdim. Ya da yalan danışmaq. Böyüyəndə çəkərsən. Hə, yalan danışmaq. Yalan danışmaq olmaz, pis şeydir və s. Qapı döyüləndə denən ki, Ata atam evdə. evdə Ata evdə yoxdur. ya da zəng gələndə denən ata evdə yox. Nədir? Sosial öyrənmə nəzəriyyəsi burada özünü göstərir ki, Albert Bandura onu deyirdi ki, biz bu və ya digər yolla uşağı öyrədirik. Ya o indi onu həyata keçirəcək, ya da o ödənilməyən tələbat və istək fonunda qalacaq, 30 ildən sonra da olsa İmkan özünü tapan biruzə kimi. verəcək. Müalicə olundu deyilən insanların neçəsi həqiqətən də ömrünün axırına qədər davam eləmir. Belə bir statistika varmı? İnsan fərdi yanaşmanı sevdiyinə görə, individual yanaşmanı sevdiyinə görə və hər bir insanın özünün fərdi xüsusiyyətləri mövcuddur. Heç kimin fərdi xüsusiyyətlərinin kopyasını daşımır. Ona görə də o insanın müalicəyə verdiyi cavabdır. Tənqidi fikir, necə yanaşır, istək var, istək yoxdur, dəyişimə hazırdır, hazır deyil, ailə dəstəyi var, tətikləyicilər nəzarətdədir, terapiya alır və s. özünə nəzarət mexanizmi varsa, şəxs ömrünün axırına qədər maddə istifadə eləməyə bilər. Amma biz bunu statistik olaraq dəyərləndirə bilmərik. Hətta akademik məqalələrdə bir cümlə var ki, çox maraqlı bir cümlədir. Qeyd edir ki, xroniki xəstəlikdən əziyyət çəkən insanlar əgər özünə nəzarət mexanizmini həyata keçirirlərsə, məsələn, misal olaraq şəkər xəstəliyini deyək, insulin vurur, dərmanın atır, pəhriz saxlayır, daha çox idmana, yürüyüşlərə diqqət eləyir, əsəb, stres, qorxudan uzaqdır, şəkərin miqdarı normadadır. Hətta orada qeyd edir ki, xroniki xəstəlikdən əziyyət çəkən insanlar 100 il, 120 il də yaşaya bilərlər. Xroniki xəstəlikdən əziyyət çəkməyən insanlara nisbətən daha uzun ömürlü və daha sağlam olurlar. Biz burada demirik ki, xroniki xəstəlikdən əziyyət çəkibsə, ömrünün axırına qədər bu xroniki xəstəlik davam edəcək. Ona görə biz onu statistik olaraq dəyərləndirə İndividual bilmərik. yanaşmadan. Çünki maddi asılılığı o qədər şaxəli, o qədər ağır bir prosesdir ki. Yəni burada faiz dərəcəsi ilə biz yanaşsaq, müəyyən bir Nəzərə formada alınması. yanılmış olarıq. Çox dəyişənlər var. Əlbəttə, yəni şəxsin artıq qeyd elədiyim kimi burada sosial faktorlar, şəxsiyyətin öz xüsusiyyətləri var, şəxsiyyətin tipi, hansı formada müalicəni qəbul eləyir və s. kimi məsələlər ön plandadır. Okay, biz siz əslində soruşmaq istədiyim buydu. İndi belə bir statistika yoxdursa belə, bəlkə də bu mənim subyektiv təcrübəmdir, amma yenə də bölüşmək istəyirəm. Məsələn, ən azından mənim ya da ətrafımda bunu görənlərin dediyinə əsasən, bu insanların bir çoxu sonradan necəsə o ya və yaxud da bu vasitə ilə geri dönür. Bəlkə tamamilə yenidən çox ağır bir maddəyə qayıtmır. Deyək ki, bunu marixuana ilə falan nəsə kompensasiya eləməyə çalışır, amma hər bir halda bu cür davranışlara geri dönür. Hal belə olanda o sosialda ona qarşı olan inamsızlığın olması başa düşülən ya da haqlı bir inamsızlıq olmurmu? Ki düzdür, bu razıyam. Terapiyanın sonrakı o mərhələsini çox baltalayır da. Amma hər bir halda həmin o inanmayan insanların və yaxud da deyək ki, ailəsinə qız vermir və yaxud da işə götürmür. Yəni toplumun bu cür bu reaksiyası anlaqlı, haqlı bir reaksiya olmurmu? İlk öncə onu qeyd eləyək ki, şəxsin uzun illərdən sonra yenidən maddəyə qayıtması onu göstərir ki, insan beyni heç nəyi unutmur. Sadəcə olaraq müəyyən bir formada bastırır, ört-bastır eləyir belə deyək və tətikləyici ortaya çıxan kimi müəyyən bir formada istifadəyə gedir. Çünki biz maddə istifadəsində əsas diqqət eləməliyik neyrobioloji tərəfə. Çünki beynimizdə bizim müəyyən bir formada belə deyim, 200-dən çox neyrotransmitter var insan beynində. Və asıllıqda bizim üçün ön planda olan dopamindir. Hər birimiz müəyyən davranış sərgiləyirik. Su içirik, ləzzətli yemək yeyirik, sürətli maşın sürürük, maddiyyat qazanırıq, müəllimimizdən yüksək qiymət alırıq və s. Beynimiz dopamin ifraz edir. Bu dopamin ifrazı da elmi ədəbiyyatlar onu göstərir ki, 80-100 vahidi keçmir. Əlbəttə, konkret buna cavab tapmaq çətindir. Amma məsələn, psixostimulyatorlar var ki, metamfetamin, amfetamin, əlbəttə efirdə küçük adını çəkmək istəmirəm, onda tərəfdarı deyiləm. Beynimizdən dopamin ifrazını 2500-3000 artırır. Beyin neynədir? Beyin o həzzi, o davranışı proqramlaşdırdı. 200 qat. Bəli.
proqramlaşdırdı və müəyyən bir formada ancaq yenidən o illüziya həzz deyirik də biz ona. Zaten maddə ilk öncələr müəyyən bir euforiya vəziyyəti yarada bilər. Sonradan şəxs maddəni ona görə istifadə edir ki, ağrıdan çıxsın, yuxu bərpa olunsun, ünsiyyətə normal. Eyni həzzi almır. Bəli, eyni həzz yoxdur zaten. Çünki normal bir insani keyfiyyətləri ortaya qoymaq üçün maddə istifadə edirlər. Və yenidən qayıtma prosesində əsas mahiyyəti o beynin neyrobioloji tərəfində durur. Hə, yenidən qayıtmaq baxımından biz dəyərləndirsək vəziyyəti, biz bir var istifadə deyirik, biri var, məsələn, sui istifadə anlayışı da var sürüşmə. Biri var şəxs 10 ildən sonra yenidən maddəyə başlayır, mütəmadi olaraq istifadə edir. Bu zaman terapiya cavab verməsi, yenidən o prosesi əl almağımız, nəzarətə götürməyimiz çətindir. Amma əksər hallarda, məsəl üçün, biz onu sürüşmə kimi dəyərləndiririk. Bir dəfəyə məxsus, 2 dəfəyə məxsus şəxs maddə istifadə edir, amma biz ailə ilə, həkimlə, müəyyən bir psixoloji yardımlarla sürüşmə kimi dəyərləndirib, o sürüşməyə səbəb olacaq faktorları ortaya çıxardıb, gələcək üçün daha sağlam addımlar atmağa fokuslanırıq. Amma sənin sualının əsas mahiyyətinə gəlsək, yəqin ki, sən burada stigmalaşdırmağı nəzərdə tutursan da, insanlar tərəfindən etiketləmə. Bəli, o da var, amma bir yandan da deyək ki, potensial olaraq deyək ki, hətta belə bir o insan 10 ildir belə bir hərəkət eləmir, amma potensial olaraq bilirsən ki, deyək ki, o hər an pulu oğurlayıb, evində baş verən hansısa bir problemlə təzədən maddəyə qayıda bilər və gəlib kassadakı pulu oğurlayıb gəlib maddə ala bilər. Deyək ki, belə bir insanla mən iş görmək istəmirəm deyərkən, mən əslində bir yandan da o insanın o problemə geri qayıtmasındakı o tətikləyici inamsızlığı biraz da mən dəstəkləmiş oluram. Amma burada mən bunu eləyərkən öz mənafeyimi güdməyim haqsızmı olur? Əlbəttə, hal-hazırda ən çox rastlaşdığımız məsələlərdən biridir də. Zaten o inan və güvənin yenidən bərpası həm zaman tələb eləyir, həm də insanların artıq baxış bucağına görə dəyişir. Amma bu insanın keçmişdə atdığı addıma görə, sərgilədiyi davranışa görə biz onu ömrü boyu günahlandırıb mühakimə eləyə bilmərik. Bizim üçün vacib olan o an üçün bizə vacib profilaktik tədbirləri həyata keçirtmək, amma vizual olaraq söz və yaxud cümlə, düşüncə, yanaşma o insana onu hiss elətdirməmək. Bu da əlbəttə hər kəsin yanaşmasına görə dəyişir. Hər kəs psixoloji olaraq o texnikaları bilmir, valideynlərin ona imkanları çatmır, təhsil məsələsi var, IQ-dür, dünya görüşüdür, analitik yanaşma var, müqayisəli təhlil var. Və bu baxımdan da yanaşsaq ciddi şəkildə zaten tetikləyicilər ona görə yenidən özünü göstərir ki, ailə yenə də inanmır. Sən əvvəl oğurluq eləmsən, indi də oğurluq eləyəcəksən. Bir növü keçmişə görə bu anı yaşayırlar. Və o da ciddi şəkildə inamsızlıq, güvənsizlik yaradır. Hətta Erik Fromm'un da yaxşı sözü var, yəqin ki, oxumusunuz onu. Deyir ki, terapiyanın effektivliyi ilk görüşdə pasient və psixoloq arasındakı inan və güvəndən asılıdır. Terapevtik bax. Bəli, zaten bu valideyn övlad arasında da keçərlidir. Bu pedaqoq və şagird arasında da keçərlidir. Nə qədər ki, o inan və güvəni bərpa eləyirsənsə, mütləq ki, sənin, belə deyim, pozitiv feedbackin ön planda olacaq, negativə fokuslanmayasın. Bu baxımdan artıq valideynin yanaşma tərzi, şəxsin özünü hansı formada göstərib, indiyə qədər məsələn 10 ildir maddə istifadə eləməyib. Əlbəttə, müqayisəli təhlillə biz bunu bilə bilərik ki, bunun geriyə dönmə ehtimalı daha çoxdur, yoxsa irəliyə baxma ehtimalı daha çoxdur. Amma hər bir halda, mən sadəcə qərəzsiz danışmağa çalışıram. Ona görə, yəni bir tərəfin gözündən deyil bu digər tərəfi də nəzərə alaraq. Digər tərəfi də nəzərə alaraq, yəni o insana məsələn bunu demək ki, yəni o insan 10 ildir bunu eləmir. Deyək ki, yəni onun sənin mağazanda kassir ya da restoranda kassir olaraq işləməyinə niyə mane olursan? Adam desə ki, mən onunla şəxsi olaraq heç bir problem yoxdur. Gedib oturaq yeyə, içə, şəxsən heç bir problem yoxdur. Amma məsələn mən o potensialı artıq gördüyüm üçün ki, o mənə oğurluq edir. Mən onu orada görmək istəyirəm. Amma belə insan olaraq heç bir problemi yoxdur məsələn. Ya da bir insan deyək ki, əsasən bunu oğlanlar üstündə danışmaq, qadınların arasında, qızlar arasında da var elə asıllar. Deyək ki, elə birinə qız vermək istəmirəm. İnsan olaraq yaxşı insandır. Gedək oturaq, az önce deyim, yeyə, içə, əylənək, məsəl üçün gedək istirahət eləyə və s. Amma mən qardaş qorxuram qızımı ona verməyə. Sabahları olmaz, elə olar, belə kim qarantiya verib ki, o tutaq ki, mənim qızımı döyüb öldürməyəcək. İş orasındadır ki, Ramil,
sən cəmiyyətin fikrini nəzərə alsan, baxacaqsan ki, yəni narkotik maddə istifadəçisi və yaxud alkoqol istifadəçilərinə baxış bucağında birinci ön planda tutulan şəxsiyyətin müsbət keyfiyyətlərinin bir növü sıradan çıxmasıdır. Yəni bizim insanlara elə gəlir ki, bu insan narkotik eləyirsə şəxsiyyət olaraq mənfi şəxsiyyət tipidir. Amma halbuki burada o insana hal-hazırda dəyişən narkotikdir. Müəyyən bir istəkdir, müəyyən bir istifadədir, onun yaratdığı fiziki, psixoloji, sosial problemlərdir. O insan narkotiki dayandırandan sonra cəmiyyət üçün ən faydalı insanlardan birinə çevrilə bilər. Yəni o şəxsi keyfiyyətlər öz yerində qalır. Müəyyən bir davranış pozuntusu, davranış dəyişikliyi varsa, bunun da arxa fonunda yatan o maddənin insanda yaratdığı dəyişimdir. Yəni burada biz maddə istifadəsi ilə şəxsiyyətin müsbət keyfiyyətlərinin paralel şəkildə müqayisəsini apara bilmərik. Ən böyük problemlərdən biri odur ki, bu psixoloji problemləri xarakterlə əlaqələndirirlər çox vaxt. Ümumiyyətlə psixoloji problem fərqlidir, xarakteri başqadır. Yəni psixoloji problem olaraq baxmaq lazımdır ki, yəni xarakteri, həqiqi xarakteri görə biləsən. Problem aradan qalxandan sonra xarakter ortaya çıxacaq təkrar olaraq. Əlbəttə, şəxsin problemdən çıxış belə deyim, yolu, qabiliyyəti, bacarığı onun temperamenti deyək, xarakter deyək, şəxsiyyətin tipi deyək, analitik yanaşması, müqayisələr, aldığı dəstəklər ya da kognitiv elastikliyi. Məsələn, biz bu dəqiqə bunu məqalə kimi də vermişik. Mütəxəssislərlə də son vaxtlar diqqət mərkəzimizdə olan məsələlərdən biri kognitiv elastiklik məsələsidir. Məsələn, kognitiv elastiklik nədir? Şəxsin hadisələrə qarşı ya da müəyyən bir tetikləyiciyə qarşı adaptasiya prosesidir. Kognitiv elastikliyi yüksək olan insanlar 3 sferada güclü olurlar. Kognitiv öyrənmə çox güclüdür bu insanlarda, öyrəndiklərini daha yaxşı emal eləyirlər və yeni şəraitə daha yaxşı, daha tez adaptasiya gedir. Və bu baxımdan biz yanaşsaq, kognitiv elastikliyi ilə travma və maddə asılılığı arasında bir tədqiqat aparmışıq. Məsələn, göstərir ki, travması çox olan insanlar daha çox kognitiv elastiklikdə aşağı olan insanlardır ki, onlar problemdən çıxış yolunu avtomatik olaraq maddə asıllığında görürlər. Yəni ki, kognitiv elastiklik yüksək olsa, özünə xas müəyyən bir qoruyucu faktorlar ortaya qoyub, maddə istifadəsindən uzaqlaşa bilər. Amma çıxış yolun maddədə görürsə, o da siz qeyd elədiyiniz kimi biraz öncə, hadisədən çıxış yolun bunda tapır. Orada artıq xarakter, temperament, şəxsiyyətin tipi hamısı harmoniya təşkil edir, müəyyən bir formada ya faydaya işləyir, ya belə deyim, faydasızlıq ortaya qoyur. Məsələn, bir tədqiqat aparılıb, İordaniyada deyəsən, hamilə xanımlarla bir tədqiqat aparıblar və biz bilirik ki, hər bir insan ailə qurmamışdan öncə müəyyən bir yenidən özünü tənzimləmə prosesi keçir. Bu nə deməkdir? Bir anlıq, saniyənin milyonda birində özün öz valideynlərinin yerinə qoyur və gələcəkdə mənimsəyəcək obrazı valideynləri ilə eyniləşdirir, assosiasiya yaradır. Məsələn, bu ən çox hamilə xanımlarda özünü göstərir ki, uşaq vaxtı travma görən, anadan, atadan travma görən hamilə xanım, əgər travma görübsə, o uşağı dünyaya gətirəndə özün öz valideyninlə eyniləşdirir ki, mən də onlar kimi uğursuz bir valideyn olacam. Mən də onlar kimi övladıma şiddət göstərəcəm. Amma tam əksi də olur da bunun. O valideyni görən qadınları tam əksi, mən onun kimi olmayacam deyən. Əlbəttə, istisnalar qaydaları pozmur, sözsüz ki, amma çoxluq olaraq indi son tədqiqata bu göstərir və çıxış yolun maddə istifadəsində görürlər. Çıxış yolun intihara cəhdə görürlər. Çıxış yolun müəyyən bir fərqli bir davranışlarda görürlər ki, əlbəttə bunun da psixoterapiyalarda bir aradan qaldırılma mexanizmi var ki, məsələn, accepting commitment terapiya var ki, qəbul və qərarlılıq terapiyası. Burada nə deyir akt? Yəni, şəxs problemi tanımalıdır, problemdən qaçış olmaz. Ona görə də bizim müəyyən bir formada həmin xanımlarla və yaxud da o kognitiv elastikliyi aşağı olan, travmalar yüksək olan insanlarda travmaya qarşı baxış bucağını dəyişir. Yəni, heç bir psixoloq, heç bir psixoterapevt şəxsdə travmanı aradan qaldıra bilməz. O travmalar insan beyni heç nəyi silmir. Sadəcə olaraq özün üçün lazım olanda bastırır, özünə lazım olmayanda bastırır, özünə lazım olanda aktivləşdirir. Ona görə də biz müəyyən bir formada 0-100 arasından 60, 70, 80, 90 səviyyəsində narahat eləyirdisə problem onu. İndi müəyyən bir aknan və yaxud başqa bir terapevtik modellər var. Onlarla aradan qaldırıb o şiddət səviyyəsini aşağı salırıq ki, müəyyən bir
formada orqanizm ya beyin olaraq şəxsi narahat eləməz. Yəni buradan ümumi bir nəticə çıxardaraq onu demək istəyirəm ki, burada əsas şəxsin o koqnitiv elastikliyidir, hadisələrə baxış bucağı, ekstremal şəraitdə hansı addım atmaq vacibdir, vacib deyil, qərar vermə qabiliyyətidir, ani hadisələrə qarşı duruşudur və s. çox faktorlar var ki, bu ona görə artıq şəxsin öz yanaşmasına görə dəyişir. Mən bir məsələyə toxunmaq istəyirəm. Biz tez-tez metrolarda narkoloji məsələlərlə bağlı posterlər görürük və orada şəkil tamamilə göstərilir də bizə. YouTube'da videolar da var. Bilməyən insan da, indi biz böyüyük heç, uşaqlar, yeniyetmələr rahat şəkildə görür ki, bunu necə istifadə etmək olar. Yəni o posterlərdə bu yayımlanır. Bunun təbliğatı ilə bağlı fikirləriniz necədir? Bilməyən də öyrənir yəni o vasitə ilə. Əlbəttə, bu artıq bir məsələ var ki, burada çox belə deyim, həssas bir məsələdir bu. Burada nədir? Məsələn, orta məktəbləri götürək. Siz bu məsələyə toxundunuz, ona görə bu mövzuda danışmaq istəyirəm ki, məsələn, orta məktəblərdə müəyyən bir Elm və Təhsil Naziri tərəfindən bir psixoloqa tapşırıq verilir ki, asılılıqla bağlı uşaqlarda bir maarifləndirici iş aparacaqsan. Bu, ortaya qoyulan işin tapşırıq formasında sənə çatdırılmasıdır ki, bu işi gör, hesabat verməlisən əlbəttə, sən də bir faydalılıq, bir məktəbin psixoloqsun. Burada artıq iş kimin üzərinə düşür? Məktəb psixoloqu. Əgər araşdırırsa, axtarırsa, akademik yeniliklərə açıqdırsa, bələddirsə, o biləcək ki, 6, 7, 8-ci sinifdə oxuyan uşağa şpris şəkili göstərmək olmaz. Narkotik maddə növü küçə adını demək olmaz. Sonra əvvəl belə idi, əvvəl idmançı idi, indi narkotik eləyəndən sonra dişləri. Əvvəl və sonra göstərir. Əvvəl sonra deformasiya olmuş sümük, əzələ, ət və s. göstərmək olmaz. Ona görə mən onu həmişə qeyd edirəm ki, bizim üçün vacib olan uşaqlarda daxili və xarici resursları aktivləşdirməkdir, gücləndirməkdir. Burada birinci, məsələn, özünü günahlandırmanın aşağı düşməsi, özünü qiymətləndirmənin adekvat səviyyəyə gəlməsi, yox demə bacarığının aktivləşdirilməsi, istəklə mübarizə modelləri ortaya qoymalıyıq. Uşaqlarda uşaq vaxtından əsas beyni inkişaf etdirici idmanlara meyillilik yaratmalıyıq. Və bu vəziyyətdə də bir valideynlər, müəllimlər və şagirdlər arasında bir üçbucaq prizması ortaq bir iş olmalıdır. Yaratmalıyıq ki, uşaq ancaq hər şeyi öz üzərində diqqət mərkəzində hiss eləməsin ki, hamı yenə də biraz öncə qeyd edir, hamı bizi dəyişmək istəyir. Valideyn, müəllim, şagird arasında bir ünsiyyət prosesi getməlidir. Uşağın gündəlik həyat tərzi demokratik şəkil, yəni bir növ avtoritar yox, müəyyən təşviq edici. Bəli, bir həvəsləndirici, motivasiya edici formada diqqət mərkəzində olmalıdır ki, yəni anam məndən maraqlanır, müəllim məndən maraqlanır, mənim səhvim olanda məni günahlandırmırlar, vurmurlar, söymürlər, danlamırlar və bu problemə bir başqa çıxış yolu axtarırlar. Və müəyyən bir formada cümlələrimizlə, sözlərimizlə onlara motivasiya verməliyik. Ünsiyyət aktı həyata keçirir. Uşaq nə qədər ünsiyyətsiz qalırsa, uşaq nə qədər boş qalırsa, bekar qalırsa, bir o qədər də biz bilirik ki, beyin boş qaldıqca özünə bir məşğuliyyət tapır. Mənfi düşüncələr ortaya çıxardır. Mənfi düşüncələr ortaya çıxardır və sizin də qeyd elədiyiniz kimi, əlbəttə mən də onun tərəfdarı deyirəm ki, şpris şəkili göstərək. Məsələn, onu həmişə də qeyd eləyirəm, indi də elə efirdir bura, buradan da qeyd eləyirəm ki, televiziyada durub maddələrdən küçə adlarını çəkməyinə ehtiyac yoxdur. Yəni, biz bir yerdə də öyrədirik də yəni. Əlbəttə, zaten ehtiyac yoxdur. Əgər akademik olaraq çatdırırıqsa çatdıraq, çatdıra bilmiriksə, məsələn, mən heç vaxt orta məktəblərdə maddələrin küçə adını çəkmirəm. Psixoloqlarla dərslərimdə çəkirəm, onu da o məqsədlə çəkirəm ki, ən azından terapiya şəraitində bilsinlər ki, şəxs maddənin küçə adını deyirsə, onun yaratdığı absident sindromu hansı formada ola bilər, beyində hansı proses gedir, aktivləşdiricidir, passivləşdiricidir, intihara meyillilik yaradan maddədir, yoxsa yaratmayan maddədir və s. Ona görə psixoloqlara bunu mən çatdırıram. Amma digər ixtisas sahiblərinə mən heç vaxt maddələrin küçə adını demirəm. Ehtiyac da yoxdur. Zaten onlar efirlərdə səslənmək üçün ortaya qoyulmuş adlar deyil. O maddəni daha təhlükəsiz tapmaq üçün özlərinə xas bir adlar qoyurlar. Keywordlər kimi. Hüquq mühafizə orqanlarından yayınmaq üçün və s. və s. Özlərinə xas bir parollardan, şifrələrdən istifadə edilir. Yəni biz o parol şifrəni də efirdə deməyimizə
Mən Ehtiyac düşünürəm yoxdur. ki, ehtiyac yoxdur. Belə başqa bir şey sual vermək istədiyim, maraqlı gələn bir şey varsa. Yox, mən maraqla qulaq asdım. Mənim üçün çox Mən də- maraqlı idi. Hətta Biz dərsə gəlmişik əslində bura. mən əminliklə deyə bilərəm ki, indiyə qədər olan belə indi düzü çox bir çəkilişimiz yoxdur, amma bu qədər sustuğum olmamışdı mən. Çox danışır Biz bu aralar. təşəkkür edirik. Biz təşəkkür Maraqlı edirik. bir Söhbət. söhbət elədik. Yenə deyirəm, biz bir vətəndaş kimi bu cəmiyyət üçün birinci faydalılıq prinsipindən istifadə edərək vətənimizə, millətimizə, dövlətimizə, vətəndaşına nə lazımdır, ən doğru şəkildə xidmət etməliyik. Psixoloq araşdırmalıdır, oxumalıdır, əlindən kitab düşməməlidir, məqalələr yazmalıdır. Bundan da paralel digər ixtisas sahibləri. Hər kəs öz işini düzgün şəkildə həyata keçirdiyi təqdirdə Vicdanla. heç bir vətəndaşımız da çətinə düşməyəcək, heç bir pasiyentimiz, xəstəmiz də əziyyət çəkməyəcək. Hərəsi öz belə deyim, yolu ilə düzgün şəkildə öz İşini vicdanlı görsün. Əlbəttə, əsas indi vicdan dediyimiz anlayış da çox geniş bir məfhumdur. Hər kəs ona bir məna yükləyir, amma hansı formada, hansı mənanı yükləməyimizdən asılı olmayaraq, yəni bu cəmiyyət üçün biz bilməliyik ki, lazımıq və mütləq ki, tələbələrimizə də, övladlarımıza da və yaxud vətəndaşlarımıza da düzgün xidmət göstərməliyik. Və bugünkü bu təşəbbüsə görə də hər ikinizə Biz təşəkkürümü bildirirəm. Dəyərli olasınız, əziz Qırmızı olasınız. gəldiniz. İnşallah ki, növbəti görüşlərdə də yəqin ki, belə İnşallah. maraqlı bir söhbətlərlə bağlı Görüşərik. diskussiyalarımız olacaq. Minnətdaram sizə. Çox Oldu sağ o olun. zaman. Allah sağ olun. Görüşərik.